Deməli, qarşıda cənab və xanım sözləri olarsa, tək olarsa apostrof S, qarşısında D olarsa cənab. Deməli, xanım və bəy sözləri olanda apostrof S istifadə edirik. Çünki bir nəfər nəzərdə tutulur. Deyirəm, misal üçün, Mr. Brown ən çox testlərdə düşən adlarımızdandır. Mr. Brown'un, misal üçün, maşını bir nəfər. Apostrof S, afərin Yağmur. Mr. Brown's car. İndi qarşıda the article istifadə etdimsə, bu zaman necə olacaq? Birinci Brown ailəsini cəmlədim, sonra təkcə apostrofla yəlik halı bildirdim. Olur necə? Brown ailəsi, sonra təkcə nın. İndi maşın sözünü təkdə də qoya bilərəm, cəmdə də qoya bilərəm. Onun bir əhəmiyyəti yoxdur, tutaq ki, cəmdə qoydum. The Brown's cars. Burasını